Hal-hazırda məşhur sözlər var ki, demək olar hər gün ürəyimiz yox, amma qulağımız eşidir. Təsavvuf, irfan, mərifət, təriqət, həqiqət və s. Bütün bunları bir sözlə ifadə etməli olsaq, amma ki o söz həm də ürəyimizə təsir eləsin, ancaq qulağımız eşitməsin. O hansı sözdür? Sadəlik. Sadəlik. Sadə. Kainat varlığının böyüyünə onun yaratdığının sadəliyi lazımdır. Yəni, sadə ol yetər. İnsanın ümumiyyət ruhunu 3 qüvvə idarə eləyir də. Amma bunların içində xam mal ağıldır. Bu xam malı 2 dənə gözləyən var. İnsanın içində ikisi gözləyir. Nədir o ikisi gözləyən? O 3 dənədən biri 3 dənədən biri ağıldır. Böyük neymətdir. 2 dənə ondan istifadə edən var. Biri nəfsdir, biri də eşqdir, qəlbdir. Əgər qəlb ağıldan istifadə eləsə, onda sevindirəcək səni. Onda nəfsin əlinə keçəndə heç nə. Ağıl məzlum oldu.